bəşər tarixinin ən dağıdıcı münaqişəsinə, yəni 2-ci Dünya müharibəsinə birlikdə baxaq. Yaxşı, gəlin başlayaq. Necə oldu ki, cəmi 6 il davam edən bir müharibə, bugünkü dünyamızı, yaşadığımız geosiyasi reallığı tamamilə yenidən formalaşdırdı? Bax, bugün məhz bunu araşdıracağıq. Bilirsiniz, bu müharibə heç də boş yerdən başlamadı. O, sanki 1-ci Dünya müharibəsinin küllərindən yenidən doğdu. Hər tərəfdən narazılıq, dərin iqtisadi böhran və bir-birinə zidd ideologiyaların toqquşması, bütün bunlar odun üstünə benzin tökürdü. Təsəvvür edin ki, bütün dünya bir barıt səlləyinin üstündə oturub. Bir tərəfdən Versay sülhünün ədalətsizlikləri, məsələn, Almaniyaya tətbiq edilən o ağır təzminatlar, müharibə təqsiri maddəsi, bütün bunlar və digər həll olunmamış məsələlər birləşib elə bir gərginlik yaratmışdı ki, partlamamağı sadəcə mümkün deyildi. Və Almaniyanın əlində qorxunç dərəcədə effektiv bir strategiya var idi. Blitzkrieg, yəni ildırım sürətli müharibə. Burada əsas məqsəd nə idi? Düşməni qəfil, sarsıdıcı zərbələrlə şoka salmaq, özünə gəlməyə imkan vermədən qələbəni təmin etmək. Beləliklə, 1 sentyabr 1939-cu il, həmin gün bu strategiya Polşaya qarşı işə salındı və 2-ci Dünya müharibəsi rəsmən başladı. Müharibənin ilk illərində demək olar ki, ox qüvvələri dayandırılmaz görünürdü. Onların sürəti o qədər inanılmaz idi ki, sanki Avropa və Asiyanın xəritəsini göz qırpımında yenidən çizirdilər. Baxın, 1940-cı, 41-ci illərdə ölkələr bir-birinin ardınca təslim olurdu, hətta nəhəng Fransa belə süqut etdi. Sonra da Yaponiyanın Pearl Harbora hücumu. Bax, bu hücumla münaqişə artıq həqiqətən də qlobal bir müharibəyə çevrildi. Bütün dünyanın içinə çəkdi. Amma ox qüvvələrinin o məğlub edilməz görünən zirehində artıq ilk çatlar yaranmağa başlayırdı. Məsələn, Britaniya uğrunda gedən o məşhur hava döyüşləri. Bu, Almaniya üçün ciddi bir uğursuzluq idi. Əslində, bu Hitlerin ilk böyük strateji məğlubiyyəti sayılırdı və sübut etdi ki, Britaniya adasını elə də asanlıqla fəth etmək mümkün deyil. Şərq cəbhəsində isə vəziyyət tamam başqa cür idi. O amansız rus qışı və gözlənilməz dərəcədə sərt müqavimət. Bütün bunlar Alman ordusunun irəliləyişini Moskvanın düz astanasında dondurdu. Beləcə, Sovet İttifaqı üzərində o məşhur sürətli qələbə planı tamamilə iflasa uğradı. Və beləliklə gəlib çatdıq 1942-1943-cü illərə. Bax, bu illər müharibənin taleyində əsl dönüş nöqtəsi oldu. İndi gəlin görək, 3 fərqli cəbhədə baş verən hansı hadisələr ox qüvvələrinin taleyini bir dəfəlik həll etdi. Deməli, 3 həlledici döyüş var idi. Stalingrad, Midway və El Alamein. Stalingradda Sovetlərin qələbəsi, Sakit Okeanda ABŞ-ın Yapon donanmasını darmadağın etməsi, Şimali Afrikada isə Alman-İtalyan ordularının məğlubiyyəti, bütün bunlar ox qüvvələrinin o güclü hücum dalğasını qırdı. Artıq təşəbbüs müttəfiqlərin əlinə keçmişdi və onlar üçün uzun çətin olsa da geri dönüş yolu başlamışdı. Artıq müharibənin gedişatı dəyişmişdi. İndi növbə müttəfiqlərdə idi. Onlar amansız bir əks hücuma başlayaraq ox qüvvələrini hər tərəfdən sanki bir məngənəyə salıb sıxmağa başladılar. İlk zərbə İtaliyaya dəydi. Müttəfiqlər Siciliyanı işğal edən kimi Mussolini devrildi və İtaliya müharibədən çəkildi. Bu nə deməkdir? Bu o deməkdir ki, Almaniya artıq cənubda da tamamilə yeni bir cəbhədə vuruşmalı olacaqdı. Bax, bu əslində Tehran konfransında razılaşdırılan o mükəmməl strategiyanın bir hissəsi idi. Təsəvvür edin, qərbdən, yəni Fransanın Normandiya sahillərindən müttəfiqlər hücum edir. Şərqdən isə Sovet ordusu dayanmadan irəliləyir. Almaniya üçün bu sözün əsl mənasında qaçılmaz bir məngənə idi. Və beləcə gəlib çatdıq müharibənin sonuna. Amma bu son təkcə döyüşlərin bitməsi demək deyildi. Bu, eyni zamanda köhnə dünyanın dağılıb, yeni bir qlobal nizamın zoraki bir şəkildə doğulmasıydı. 1945-ci ilin mayında Almaniya təslim oldu və Avropada müharibə bitdi. Amma Sakit Okeanda döyüşlər hələ də davam edirdi və müharibəyə son nöqtəni bəşər tarixində yeni və həqiqətən də qorxunc bir səhifə açan atom bombaları qoydu. Yaxşı, bəs bütün bunların nəticəsi nə oldu? Müharibənin mirası nə idi? Baxın, köhnə Avropa imperiyaları, yəni Britaniya, Fransa kimi dövlətlər zəiflədi. Onların yerini isə 2 yeni super güc tutdu. Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı. Dünya 2 düşmən cəbhəyə, kapitalist və sosialist qütblərinə bölündü və bu birbaşa olaraq soyuq müharibənin başlamasına səbəb oldu. Deməli, bir sözlə, 2-ci Dünya müharibəsinin izləri bugün də hər yerdədir. Bizim beynəlxalq qurumlarımızdan tutmuş, hələ də davam edən o geosiyasi gərginliklərə qədər hər şeydə bu müharibənin mirasını görmək olar.
Və bütün bunlar bizi sonda vacib bir sual qarşısında qoyur. Görəsən biz bu dəhşətli müharibənin